Ermənistan ordusu Tərtərin Cəhbə kəndini atəş altında saxlayır. Son bir neçə gündə Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında yerləşən Seyidsulan kəndindən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini tez-tez atəşə tutur. Qoşunların təmas xəttinin bir neçə 100 metrliyində yerləşən bu yaşayış məntəqəsi demək olar ki, hər gün müxtəlif tipli silahlardan atəşə tutulur. Mərmilər evlərin pəncərələrini və dam örtüyünü yararsız vəziyyətə salıb. Kənd mütəmadi atəşə tutulduğundan Cəhbət kənd sakinlərinin həyat şəraiti çətinləşib. Kəndlilər əkin sahələrinə çıxmaqda çətinlik çəkirlər. Daimi düşmən hədəfində olan Cəhbət kənd sakinləri üçün həyat nə qədər çətin olsa da, bu insanların həyat uğrunda mübarizəsi davam edir. Qeyd edək ki, düşmən bütün hallarda Azərbaycan ordusunun cavab atəşindən sonra susmaq məcburiyyətindədir. Elvin Məmmədov, Şamxal Cəlloğlu, Dünya TV.